Nədən yarandı? Nədənini bilmək üçün ilk öncə biz qaydaq nümunələrlə danışaq. Davos forumundakı iki məruzəsinin çıxışına. Biri Musk'ın, Elon Musk'ın. İkincisi də aktivlərin idarə olunmasında dünyada ən böyük şirkət olan Larry Fink səhv eləmirəmsə, onun çıxışlarına. İkisi də Elon Musk dedi ki, süni intellekti inkişaf edib, yaxın vaxtlarda 2026-nın sonuna robotlar ev işlərinin əksəriyyətini görəcək, axırıncı mərhələ qalıb. Yəni dünyada Elon Musk bir anons verdi ki, yaxın 10 illiklərdə dünyada rifah məsələsi həll olunacaq. Robotlar bütün işləri görəcəklər. Əhməkdir, biçməkdir, yaratmaqdır, tihməkdir, qurmaqdır. Peşələr ləğv olunur. Digər patron, dünyanın tanınmış patronu Fink səhv eləmirəmsə adı, dedi ki, bütün bu yeni texnologiya ki yaranır, yeni sənaye inqilabında, bu dəhşətli enerji tələb edir. Bu enerjini xalqların belinə yükləmək olmaz. Bu böyük kataklizmalar yaradar, inqilabı proses yaradar. Dünyada elə bir rifah yaranıb ki, bəlli bir zümrələrdə bu rifahın xərci var və bunun arzuları var. Bu rifah quran bu güc mərkəzlərinin hədəfləri var. Biz indi o hədəflərə gələcəyik. Bu hədəflər naminə lazım olan enerjini xalqların belinə yükləmək olmaz. İnsanları kütləvi surətdə bu şəkildə kasıblaşdırmaq olmaz. Bunun dəhşətli fəsadları ola bilər. Və buradan da Trump Venezuela'dan sonra, Venezuela prezidentini qaçırandan sonra bütün xatırlayırsınızsa neft şirkətlərinin rəhbərlərini topladı, Ağ evə briefing verdi. Yəni enerji bu qədər əhəmiyyətlidir. Yaxşı, bu enerji nədən bu qədər əhəmiyyətlidir? Birdən-birə məlum olur ki, bu enerji ona görə əhəmiyyətlidir ki, dünyada növbəti proses çiplərin prosesidir. Çip istehsalının, süni intellektin və bu ən çox enerji tələb eləyən bir sahədir, sənaye sahəsidir. Deməli, bu mikroçiplərin yaranması ki var, hər şeydə çip var, bilirsiniz. Bəli. Bütün texnologiya çipə doğru gedir. Bugün sabah bizə də desələr, gəlin sizə də çip təbii ki, insanlar da çipləşdirməyə doğru proses gedir, onun da izahını verəcəm. Və bu bir çip təsəvvür edək ki, balaca bir çip, indi biz onu ekrana gətirsək, bir çip təsəvvür edin ki, elə bir prosesdir ki, onun yaradılması, təsəvvür edin böyük bir şəhərin ərazisi, zavod belə bir. Və zavodda təsəvvür edin ki, çalışırlar, bax təsəvvür edin, o zavodda bax, gördüyünüz binalar, zavod, bax, bunlar hamısı təsəvvür edin, bu şəhərdir. Və bu mikroskop altında görünür, kənardan mikroskopla bax, buna müdaxilə edirlər. Bu onun istehsalat prosesidir. Və bu istehsalat prosesi orada dəhşətli, çox incə qaynaq işləri gedir. Çip nədir? Çip elə bir əldə olunan informasiyanı deməli, optimallaşdırmaq, emal eləmək. Emal eləyir, yayır. Yəni çoxlu sayda informasiyanı emal eləyir, yayır. Yəni normalda, daha doğrusu daha anlaşılan dildə danışsaq, tamaşaçılarımız üçün keçmişdə deyirdilər ki, ilk kalkulyator neçə hektar ərazini tutubdur. İndiki kalkulyatorlar balacadır. Bax, indi böyük bir sənayenin görə biləcəyi işi bir çipə sıxışdırırlar. Bir çipə sıxışdırırlar. Amma bu çipi istehsal eləyərkən bu keçiriciliyi, yəni orada maşınların yük daşımasıdır, o sənayenin bütün işlənməsidir, yanacaq və s. nəqliyyat və bütün bu prosesi işləyən o mikrosxema, o yollar ki var, o yollar o qədər zərgər dəqiqliyi ilə işlənir ki, işlənərkən orada heç bir gözə görünməz toz zərrəciyi belə olmamalıdır. Çünki o toz zərrəciyi o yollar üçün maniyədir. O tozu aradan qaldırıb tamamən o otağı, tozsuz istehsalat sahəsini, zavodu tozsuz hala gətirmək üçün enerji xərcləməlisən. Dəhşətli dərəcədə enerji yandırmalısan ki, sən elə soyutma sistemi düzəldəsən, sən tozu aradan götürəsən. Yəni, məlum olur ki, yeni sənaye inqilabının əsas vasitəsi olan çip, süni intellekt ki, dünyada bütün peşələri ləğv eləyir, bunu inkişaf elətdirmək üçün ən çox enerjiyə ehtiyac var.
Və bunun rəqabət aparan dünyada bununla bağlı kimlərdir? Biz süni intellekt və çip istehsalında kimi görürük? Çin var, Amerika var, İsrail var, İngiltərə var. O bir ölkələrdə var, Avropa mərkəzdə, amma çox zəif. Və deməli, yeni sənayinin əsas silahı uğrunda, əslində bu qüdrət uğrundadır. Çünki bu nizami illər öncə deyibdir də, qüdrət elmdədir. Başqa cür heç kəsə üstünlük eyləyə bilməz. Bu, Çin də bu qüdrətə sahiblənmək istəyir. Yəni o çip istehsalının, o süni intellekt dediyimiz, o Tayvan məsələsi falan bunun kökündə hamısı bu dayanır.